Və hər salam. Mən bu videoda sizə deyəcəm hansı karakter daha yaxşıdır Elements'də oynamaq üçün, takım işləmək üçün və soloda. Gəlin başlayaq. Bunu həll eləmək üçün mən tier list yaratmışam. Siz də like və kanala abunə olun. Biz də başlayırıq. Tails. Tails'in 2 tane bilgisi var. Biri lazer gun, biri ise de glide. Lazer gun enerji dolduğundan sonra siz lazerinizdən, əlindəki lazer gundan killer'ı stunlayabilirsiniz. Ama bir problem var ki, əgər əvvəllərində 0.1 versiyonda Tails'in 1 saniyə var idi stunlamağa. 1 saniyə var idi stunlamağa killer'ı. Ama indi isə də bunu fix deyiblər. Ama indi fixləmək çox problemdir. Çünki Eksi oynayanlar ya da killerlər üçün bu çox çətindir qaçmaq vuruşundan. Çünki onun Tails'in stun'ı 9 saniyə gedir. Belə saysaq hələ onun qılaq gücü uçmağa icazə verir. Bu da daha da problem deyil Messi saxlamaq Tails'ə. Amma bu elə problem deyil başqa karakterə. Amma ona çatar. Blaze'in birinci ability'si Round Kick. Onu işlədəndə siz uzağa uçub təpiyə atırsınız. İkinci ability isə də stunlamır, amma itələyir. Bu da Green Hill ya da You Can Run xəritəsində çox kömək edir. Ölsəki yadımdan çıxdı demək ki, Round Kick işlədəndən sonra bir dənə də ability gəlir. Mən tam başa düşmədim neyinir o. Amma onu işlədəndə baxdım YouTube'dan. Başa düşdüm ki, bu killer'ı işlədəndə həm stunlayır, həm yandırır. How could you do that to your own? Əgər siz oynaya bilsəniz Blaze'lə, onda siz komandaya çox qəşəng kömək edə bilərsiniz. Amma əgər siz belə oynayırsınızsa, onda siz komandaya heç bir kömək eləməzsiniz, bir bok da kömək edə bilməzsiniz. Silver, Sunset'in Tails'in qohumu. Belə desək, Tails üstəgəl sanslı bildiyin. Çünki Silver həm uça bilər, həm də güclərinlə stunlaya bilər killer'ı ya da onu itələyə bilər Blaze kimi. Birinci gücü Super Sion. Bu həm sənə enerji doldurur, həm də sən killer'ı sanslı kimi onu hər tərəfə ata bilərsən ikruşka kimi. İkinci güc isə Rock. 3 səni doldurandan sonra sən killer'ı stunlaya bilərsən və axırıncı tamir varsa. Bu həqiqi güc daha da killer'ına məzəmət. Çünki sən onu işlədəndə sən 5 saniyə vaxtın var getmək. Sən getdiyin yerə də dəsən qayıdırsan, orada tamiri varsa elədin. Belə desək, əslində oynaya bilsəniz bunu Elements'də killer'la məzələnə bilərsiniz. Amma siz başa düşdünüzsə, onunla oynamaq üçün hələ öyrəşmək lazımdır. Sonraki karakter Sonic. Sonic ən yaxşı Survivor'dır. Həm də ən bestirici Survivor'dır. Çünki killer üçün Elements'i saxlamaq çox qəti qadağandır. Çünki Elements'i saxlayan hər bir karakteri 50 can üstəgər ya da 65 üstəgər can gəlir. Hələ saysaq Sonic'də 50% can da var. Bu da qalxan kimi saysaq olur 215 can. Hələ saysaq ki, hər bir dəfə canın qalxanını doldura bilər hər dəfə öz ability işlədəndə. Ona çatarıq. Əgər siz eksəsinizsə, sizin bir şərtimiz var. Sonic'i bütün oyun targetləmək. Çünki sizin başqa yolunuz yoxdur. Çünki bütün oyun sizi droplaşdıracaq, qoymayacaq öldürmək. Həm də başqa ability, başqa survival qaldıra bilər. Sonic'in və başqalarında 2 tane ability'si var. Drop Dash və P-Out. Drop Dash sizə əgər killer'ını 3 dəfə dəyən sizə 30% canınızı doldurur qalxan ya da. Və P-Out isə də əgər onu yaralanmış survivor işlətsə onu qaldıra bilərsiniz. Və həm də sürətli qaçırsınız. Closos'la elə ki bərabərlik qaçırsınız. Amma belə desək, Sonic'lə əgər həmişə dəyəndə sizin əlinizdə ölümsüz kirpi olacaq. Nəysə, belə desək, Sonic yaşayır karakterdir. Ümumiyyətcə birinciyi tutan hamısıdan.
Metal Sonic. Sonic kimi yenə Exe tərəfindən targetlənəcək karakterdir. Çünki Metal Sonicdə 2 dənə ability var ki, Exe'yə ən bəstirən abilitydir. Birinci ability təbii ki, stunlamaq üçündür. Killerlə buna vursa, sonda killeri təbii 7 saniyə stunlayacaq. Bu da belə sayacaq, hələ sizə bir dənə güc ver, repair eləyə bilirsə, onda bu vapşe killeri daha bestirəcək. Çünki siz həmənki canınızı full yeyəcəksiniz və dəstən gəlib Exe'ni stunlayacaqsınız. Təbii ki, bu Sonic Exe ya da 2011 X deyilsə. Amma nəysə. Belə desək, əslində Metal Sonic komandasına Eggman ya da Tails olsa, bu daha da çətin olacaq Exe'lər üçün. Çünki Tails'lə Eggman pasivləri var ki, Metal Sonic'in daha çox can doldurmaq üçün ability daha çox doldurur. Bir dənə deyim, o ability həm də hər dəfə 20% can doldurur. Amma hər dəfə gec tutur. Ona ki, sizdə dostunuz Eggman'la ya da Tails oynayırsa, onda sizə yaxınlaşıb daha da sürətləşdirə bilər 2 qat. Ona görə 20-dən ucu olacaq 40. İndi başa düşdünüz. Belə desək, əgər bu karakter targetlənəcək, isə ki, daha çox birinci vapşi oyunda targetlənəcək. Ona görə belə saysaq, əslində karakter çox yaxşıdır. Ona görə yaxşılara gedir. Cream. Mən peşman oldum ki, mən dedim hələ Metal Sonic ya da Sonic birinci targetlənəcək, amma mənim böyük səhvim idi. Cream ən birinci targetlənəcək. Yox, Metal Sonic'dən sonra targetlənəcək, çünki o sapırdı. Ümumiyyətcə, belə desək, onun birinci gücü heal'dir. Takımı 30% can verir hər bir dəfə və özünə 5% ya da takımla bir yerdə bir takım arkadaşına can verəndə o 10% olur. Amma belə desək, Cream'in öz problemi var. Cream sapırdı. Cream stunner deyil. Ona görə siz takım qorumalıdır ki, siz hamını köməkləyərsiniz. Əgər killer sizə cumursa, takım sizə köməklər. Yaxşı ki, bu nooblar deyil ya da prolar olsun. Prolar da şomsa sizi qoruyar. Amma nooblar nə edəcəksə, bir bok da eləməyəcək. Ona görə siz Cream'lə oynayırsınız ya da Cream'lə sevirsiniz oynamağı. Buraxın oynamağı. Ya da düzəməlli server tapın. Çünki nooblarla oynamaq bir problemdir. Əgər takımınız vecə almırsa sizi, ancaq özünüzə düşür. Onda siz öldünüz Kidron əlində ya da Exe. Belə desək, həm də bir problem var ki, pasivdən. Cream'in pasivi bu böcəkdir. Çünki bu böcək Cream'in heal ability'ni 2 qat daha çox can verir. Əgər Cream bir dəfə yaralandısa, onu qaldıranda o böcək olmayacaq. Bu da demək ki, həmən 30% can verəndə takım arkadaşı 10 olacaq və özünə can doldurmaq 5% olacaq. Siz bilirsiniz, bu böcək bütün hər şeyi dəyişdirə bilər karakterin oyunu Cream'in. Amma əgər takım bildiyiniz kimi yaxşı olsa, onda bu böcək ölməyəcək. Belə desək, Cream'i ən birinci ya da Metal Sonic'dən sonra targetlənəcək. Mən o sözüm yoxdur, nə deyim. Heç kim. Ümumiyyətlə, mən bütün girdim serverlarda Cream'i heç görməmişəm kim oynama. Düzdür, mən özüm oynayıram. Sadəcə bu video üçün eləyirəm. Amma Cream'lə oynamaq çox pisdir. Olsun ki, mən bir dəfə utdum. Nə oldu? Sonraki oyunda yenə səni targetləyəcəklər. Amy əslində çox maraqlı gameplay var. Amma Amy'nin hər şeyi pasivi pozur ya da kömək eləyə bilər. Amy'nin reload gücü var. Gəlin birinci başlayaq pasivdən. Pasivin bir dənə də ability'si var, reroll. O kart dəyişdirir. Kartda nə şey asılı olar? Məsələn, The Ward. The Ward bütün karakterə və killerlərə görə bilərsiniz. Imperator isə də sizin sürətinizi artır ya da bir dəfə vuranda stun'ı çox uzadır. Amma bu hər şey randomdandır. Yəni pis kartlar da var və yaxşı kartlar. Həm də combo kartlar da var. Yaxşı və pis. Amma ona axotum yoxdur demək sizə. Amma nəsə, Amy'nin başqa ability'lərini keçək. Amy'nin birinci ability Hammer. Hammer'la vuranda killeri stunlayacaq. Məsələn, burada kimi.
düşdü, gördünüz. Kəmirlə vuranda 4 saniyə stunlayır. Özünüz də bilirsiniz, çox stunlamır. Amma ikinci şey eləyəndə Slow Hammer. Siz düz öz çəkicinizi killerə üstünə atırsınız. Killer'ı da bu səfər 4 saniyə yox, 6 saniyə stunlayır. Yəni 2 saniyə daha çox stunlayır. Amma belə desək, çox əlinizdə tutdunuzsa çəkici, onu da yavaş gəlirsiniz. Mənim də emi yorulacaq. Bu qədər. Eggman, yəqin ki bu ən trolledici və həm də ən lazımsız takım üçün Survivor'dır. Siz istəyirsiniz niyə? Həmən gəlim sizə video göstərim. Get a load of this! Eggman, do the master plan. Əgər başa düşmədinizsə, Eggman'ın bir ability atdığı Shield stunlaya bilər killer'ı. Amma o əgər killer sizə vuranda stunlayacaq siz qalxan işlədəndə. Amma 2011 XX şey işlətsə karşı başqa Survivor. Siz ona heç nə kömək edə bilməzsiniz Survivor'a. Girirsiniz də bir də şey eləmək üçün, stunlamaq üçün killer'ı. Killer sizə vurmalıdır. Amma bu çox pisdir komandanı kömək eləmək üçün. O pisi gücü isə də daha da qaçmaq üçündür. Bu da Jetpack Boost'dur. Jetpack Boost isə 3 saniyə sürət verir. 3 sürət boost verir. Belə desək, Eggman eləməsi üçün yaxşıdır. Çünki onun stun'ı ancaq özünə kömək edə bilər. Və bu demək ki, Eggman komandada çox pisdir. Təkcə Metal Sonic'a kömək edə bilər. Ya da Ghost 1337 kimi ancaq body block kimi eləyə bilər. Amma o başqa söhbətdir. Belə desək, Eggman takım üçün çox pisdir. Həm də pasifi Metal Sonic'in canını çoxaldır. Hələ belə saysaq ki, onun can pustu eləmək üçün çox vacibdir. Çünki onun gücləri hamısıdan, ya da belə desək, cooldownları 20 saniyədir. Bu da demək ki, sənin cooldownun, ya da Eggman'ın cooldownu eləməsində 10-24 dəqiqədir. Sizdə çox lazım olacaq. Eggman eləməsi üçün çox yaxşıdır. Ona görə belə desək, Eggman'ı targetləmirlər. Eggman'ı eləməsində bilmirəm, saxlaya bilər də saxlamırlar. Bu killer'dan asılıdır. Knuckles. Knuckles'ın 2 tane ability var. Punch və Counter. Gəlin başlayaq birinci stundan. Stun ability'si Punch 5 saniyə killer'ı stunlayır. Amma belə desək, Blaze kimi vurmaq lazımdır. Blaze kimi vuracaqsınız onun kimi. Onun kimi punch vurmaq üçün Blaze kimi nətər round kick eləyirsiniz onun kimi. Counter isə də belə desək, əgər killer sizə vuranda siz counter atak edirsiniz və killer'ı 2 saniyə ya da 3 saniyə stunlayırsınız. Belə desək həm də counter çox yaxşıdır və punch. Həm də pasifləri də yaxşıdır Knuckles'ın. Çünki birinci pasifi, 2 dənə pasif var. Birinci pasifi divardan dırmaşa bilər Knuckles. İkinci ability'si isə də Knuckles uça bilər. Amma yoxsa birinci divara yapışandan sonra o bananda uça bilərsiniz. Belə desək, Knuckles çox yaxşı survival'dır. Video bu qədər. Əgər siz məndən razı deyilsə mənim tier listimdə və öz karakterləri rankını qoymaq istəyirsinizsə, onda buyurun yoruma yazın. Biz də sağlaşır, like və kanalımdan sağ olun.